Yaşad Fondunun təşkilatçılığı ilə Londonda reallaşdırılan 4-cü Yaşad Yay məktəbi başa çatıb. 19 iyul 2 avqust tarixlərini əhatə edən proqram London Universitet Kollecində keçirilib. Yay məktəbi ölkədə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə edən 10 şəhid övladını əhatə edib. Əsas məqsəd şəhid övladlarının dünya görüşünü, dil biliklərini və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar əldə etmələrinə dəstək olmaqdır. Sonda şagirdlərə sertifikatlar təqdim olunub. Yaşad Fondu tərəfindən artıq 4-cü dəfə Yaşad Yay məktəbi təşkil olunur. Bundan əvvəlki illərdə Almaniyada, 2 dəfə isə Böyük Britaniyada təşkil olunmuşdu. Bu il yenidən Böyük Britaniyanın London şəhərində təşkil olunub. Top 10-luqda olan universitetlərdən olan UCL-də təşkil olunub. Dövlət İmtahan Mərkəzindən ən yüksək bal toplayan 10 nəfər şəhid övladı seçilərək yönləndiriliblər həmin yay məktəbinə. Yay məktəbi ümumilikdə 14 gün təşkil olunub. Gündəlik uşaqlar 3 saat ingilis dili təkmilləşdirmə dərslərində olublar. Günün geri qalanında isə müxtəlif ekskursiyalarda olublar. Dərslər 3 saat ərzində olurdu. Orada ingilis dilli müəllimlərin özündən ingilis dilinin dərsini almaq daha gözəl idi, daha aktiv olurdu. Orada başqa dövlətlərdən olan uşaqların həm mədəniyyətləri ilə tanış olurduq, həm də təlimlər keçirdik. Daha sonra ekskursiyalara qatılırdıq. Ekskursiyalardan ən bəyəndiyim Cambridge şəhərinə getdiyimiz ekskursiya oldu. Biz Big Ben'e getdik, Temza çayına getdik, eyni zamanda Buckingham Palace'a da getdik. Müxtəlif insanlarla ingiliscə danışdıq. Orada müxtəlif yerləri gəzdik. Yəni orası həqiqətən də çox qəşəngdir. Yəni mənim üçün fərqli bir dünya görüşü oldu. Bu il Londonda keçirilən yay məktəbində mənim qızım Mələk də iştirak edirdi. Orada 2 həftə iki həftəni çox gözəl günlərdən keçirdilər. Əziyyəti keçən hər bir kəsə təşəkkür edirəm. Oğlum İsmailzadə Ömər London yay düşərgəsində iştirak elədi. Mən Yaşad Fondunun bu təşəbbüsünü həqiqətən də alqışlayıram. Tədbirə layiqdir. Çox gözəl təşəbbüsdür. Uşaqların gələcəyi üçün xüsusi bir izdir ki, uşaqlar orada gördüklərini, orada öyrəndiklərini gələcək həyatlarında tətbiq edəcəklər.